qələmlə yoldaşlığa erkən başlayıb, yeniyetməlik çağlarından. İlk məqalələri də rayon qəzetində dərc edilib. Adını hiss etmişlərin hamısı yaxşı bilir ki, qəzet jurnal səhifəsində ilk dəfə görünən imzanın izahsız sehri olur. Şirinliyi adamı elə bihuş eləyir ki, sonra daha qələm kağızdan ayrıla bilmirsən. Elə hey istəyirsən ki, imzan hamının gözü qarşısında olsun. Əlbəttə, bütün bunlar indi daha ayrı zamanın söhbətləri kimi səslənir. Bəşər övladının ən böyük ixtiralarından olan kağız da, o kağız üzərində gəzən qələm də artıq sürətlə keçmişə çevrilməkdədir. Əslində elə artıq çevrilmiş kimidir. İndi qələmdən yalnız elə imza atmaq üçün istifadə etmək qalır. Hamı daha çox bilgisayarla işləyir, əksəriyyət də ehtiyacı olan yazı pozusunu telefonla yerinə yetirir. Bu minvalla kağız üzərindəki yazı pozu dönüb olur geçmişin hadisəsi. Daha əvvəlkilər kimi cəmaatın səbirsizliklə səhər qəzetlərini gözləmək, qəzet köşkləri qarşısında növbəyə durmaq adəti yoxdur. Nəşrlərin çoxu dayandı, tək-tük qəzet qalıb. Bu gedişlə bir neçə ildən sonra onlar da qalacaq dünəndə. Mətbu söz keçmişləşir. Ancaq bu, Tofiq Abdullayevin ömrüdür axı. Tofiq Abdullayev və onun kimi neçə-neçə insanın, o insanlar ki, ömürlərini qələm kağıza həsr ediblər, jurnalistikaya həsr ediblər, yazı pozu onların həyatının əsas hissəsini təşkil edib. Tofiq Abdullayev həyatının yarım əsrdən çoxunu bu işə həsr etmiş insan, ömrünün mənası olan vərdişdən necə ayrıla bilər? Bugün də keçmişdəki adəti ilə yazır, kitablar nəşr etdirir, mədəniyyət tariximizdə qalan insanların surətlərini o kitabların səhifələrində əbədiləşdirir. Tofiq köhnə nəslin adamı kimi, əslində o baxışla elə hamımız köhnə nəslik, kitabın müqəddəsliyinə, ölümsüzlüyünə inanır. İnandığına görə də yeni kitablar yaratmaqda davam edir. Bu həqiqətdir, çox şeylər gedir dünyadan, ancaq kitablar qalır. Bunu arxada qalan minillər boyu yaşanmış tarix sübuta getirib. Ancaq orası da var ki, bugündən o yana yaşanan tarix ayrı bir tarixdir axı. Yeni tarixin, yeni zamanın kitabı da ayrı cür olacaq. Mən deməli 1947-ci ildə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuşam. Kolxozçu ailəsində. Sadə bir kənd ailəsi idi o vaxtı. Bəli, orada mən oxudum. 54-cü ildə getdim orta məktəbə, 1-ci sinifə. 65-ci ildə həmən orta məktəbi bitirdim. Yol şəhər adamından fərqli olaraq kənd adamının ömründə və yaddaşında daha qabarıq yaşayır. Çünki şəhər adamı elə kiçik yaşlarından ən müxtəlif yolları adətən nəqliyyatla qət edir. Kənd adamı isə piyada. Qısa uzun yolları piyada getdikcə isə yol sənin üçün sadəcə addımlamaqdan ibarət olmur. Yalnız getdiyin məsafə olmaqla bitmir. Yol canlılaşır, sənin yol yoldaşına, həm söhbətinə çevrilir. Addım-addım keçdiyin üçün də sənin ömrünə də elə o cürə, addım-addım, hissə-hissə, tikə-tikə, pozulmayan yaddaş kimi daxil olur. Məgər səbəbsizdirmi ki, yolu ta qədimlərdən müqəddəs sayaraq ona and içiblər, bu yol haqqı deyiblər. Bu elə anddır ki, ona heç vaxt dönük çıxmaq, saxtakarlıq etmək olmaz. Edərsən, sənə cəza verər. Axı, yolları sən sabah da keçəcəksən.
Değerli qələm adamı Tofiq Abdullayev ömrün 80-ci zirvəsinə yarım əsrdən artıq getdiyi söz yolunda yenə inamla irəliləməklə yaxınlaşmaqdadır. Kürdəmirin mədəni həyatında iz olmuş insanların haqqında dildə ağızda dolaşan xatirələri yığıb toplamaq, tarixləşdirmək yolunda jurnalist, yazıcı Tofiq Abdullayevin xidmətləri misilsizdir. Yaş 80-ə yetişir, ürəksə soymaq bilmir. Eşqi, həvəsi, yazmaq yanğısı elə əvvəlki kimidir, bəlkə əvvəlkindən də artıq. Bu isə hələ gələcək illərdə də işıq üzü görəcək yeni qiymətli kitablar deməkdir. Yol davam etməkdədir. Tofiq Abdullayev ömrün yeni zirvələrinə də çatacaq, o zirvələrin hər birinə də yeni bəhrələrlə yetişəcək. Axı, onun qələm kimi sirdaşı, ömrü boyu sadiq olduğu yolu var. Doğru yolu olanlarısa böyük söz heç vaxt mükafatsız qoymur.